Hə, əskərliyə gedir. Hə, əskərliyə gedir. Əskərliyə gedir. Qəşəng, sağ salamat. Bıy. Bu niyə öz başını? Bu da yer əskərliyə. Bu niyə öz başını qırıq? Bu birisine nə oldu? Kayıfdan öldü. Sən nə öldü? Gördü sanı. Ay be. Ciddi sən ağl... Sən niyə ağlayırsan? Əskər gedirdi hala. Bu birisine bak, ben şokdadır. Qoqor, sən də ki artistsən. Videoya görə nələr elədin hə? Var belə bir trend, harda ki, saçı qırxan yerdə öz saçını da qırxırsan. Amma bu xəstəliyə aiddir. Xərçəng xəstəliyinə aiddir. Bu belə bir trend var idi bir ara, challenge. Səni qırxıram, özümü də qırxacam. Mən dəstək kimi. Amma əskərlik bu bir xəstəlik deyil. Vətənə borcunu qaytarırsan. Yəni bu niyə ağladı? Bu niyə özünü qırxdı? Niyə cırdı özünü belə? Buna bax. O birisine var bir dənə burada. Allah, bu da fikrə gedib. Savadsızlıqdan irəli gəlir ya bu. Bunu xərçəng xəstəliyində eləyirlər. Bunu əskərə gedəndə eləmirlər. Mən hər şeyi başa düşürəm. Öpüşdülər yenə. Mən hər şeyi başa düşürəm. Dost, qardaşlıq, kişilik normaldır, yerindədir. Mən bir söz demirəm amma yəni əskər Allah, bu da bir dənə söz verir. Ay mənə. Bu birisine var. Nə görə qoydun özünü qardaşım? Gəlin biz bu trendi əskərliyə bağlamayaq. Ay gözəl insanlar, bu trendi yenə dediyim kimi xəstəlik olanda eləyirlər, belə eləmirlər. Okay.